Cemal-i Muhammed o Kemal-i Ali'ye salavat çekin. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam-ı Zaman aleyhissalatu vesselamın selametçiliğine sayesinde rəhbər-i müəzzəm və sair məraziin selametçiliklerine İmam Zaman ağanın zuhurunun təcil olmasına, İmam Zaman ağanın duaları ilə rəhbər-i müəzzəmə qarşı hiləgərlik eləyənlərin məhv nabud olmalarına salavat zikridir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hacıcan, ona elə deyilən belə yaxşıdır, exo verməsin. Teşekkür ederim. Bir-birimizin səlamətçiliyimizə, ölənlərimiz ruhuna, xüsusilə dünyadan köçən valideynlər ki, bizdə gözləri var, intizarları var. İmam Hüseyin ağaya xatir onların bağışlanmasına salavat zikridir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Dünyadan köçən möminələrin pak ruhlarına və əzizlər ki, keçən illərdə bu məclislərdə bizimlə idilər, amma bu il yoxdular. Xüsusilə bugün mənə qardaşlar xəbər verdilər. Bizim bir mümin əmrlərdən biri İngiltərədə dünyasını dəyişib. Keçən il və dünənki günə qədər məclislərdə iştirak edirdilər, amma indi əlləri artıq boşdur. Bütün İmam Hüseyin məclisindən, İmam Hüseyin məclisində iştirak edib, dünyadan gedən əzizlərimizin ruhlarına, möminələrin ruhlarına salavat zikridir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Çox çətindir. Həqiqətən gedənlər daha yaxşı bilirlər ki, indi neyi qoyub getdilər. Düzdür, rivayətlərdə var, o tərəfdə insanlar hamısı alim olacaq. Yəni bir mənada. O alim məqamında yox ha. Yəni hər şey biləcəklər. Hər şey biləcəklər. Ustadlardan biri deyildi ki, vilayətlə bağlı çox yormayın. İmamət də bu cürdür, vilayət də bu cürdür. Bugün də dava vilayət fəqihin üstündədir. Deyir, qəbrə çatan kimi biləcəklər kim. Yormayınız biz. Həzrət Əli Aleyhisselam buyurur ki, bizi kiməsə tanıtdırmaq üçün, qəbul elətdirmək üçün, sevdirmək üçün özünüzü zəhmətə salmayın. Həzrət Əli Aleyhisselam buyurur, İmam Baqir adında var bu hədis. Deyir, bizi sevdirmək üçün özünüzü zəhmətə salmayın. Bir nəfər ki, bizi sevəcək, yəni bunun əsli, zatı, qanı, südü təmizdir. Deyir, onu tikə-tikə doğrasın, o sevgisindən çönməyəcək. O elə bizi sevəcək. Deyir, bir nəfər ki, bizi sevməyəcək, Həzrət buyurur, ona dünyanı da versöz bizi sevməyəcək. Sən sadəcə deyil. O Yasin surəsinin 17-ci ayəsində Allah Peyğəmbərlərin dilindən bir ayə deyir. Və ma aleyna illəl bəlağul mubin. Dedilər ki, Peyğəmbərlər, bizim vəzifəmiz deməkdir. Qəbul eləyəcəksən, eləməyəcəksən, bu bütün ümmətlərə aiddir, özün bilərsən. Bizim işimiz deməkdir. Həzrət Aleyhisselam buyurur ki, bizim barəmizdə də danışanda yormayın özünüzü ki, yox sən məcbursan ki, Əli ibn Əbi Talib qəbul edəsən. Bir nəfər ki, Əli ibn Əbi Talibi qəbul eləməlidir, yəni pakdır, o inkar edə bilməz. Bir nəfər ki, pak deyir, onu qəbul edə bilməyəcək. Mümkün deyil. Həzrət deyir, özümüz zəhmətə salmayın. İndi həqiqətən gedəndən sonra çox şeylər bilinəcəkdir, amma gedəndən sonra görəcəklər ki, ilahi pərverdigarı, bu Əli ibn Əbi Talib kim imiş? Kaş bilseydik, bunun yanında olardı. Hidayət bundaymış ki, Allah deyir,
likulli qavmin had. Peyğəmbərə Allah buyurur Quranda ki, innəma əntə munzir. Sən qorxudansan. Və likulli qavmin had. Və hər qovmun hidayətçisi var. Peyğəmbər Cəbraildən sual elədi. Mənə Allah dedi, əntə munzir. Sən qorxudansan. Had kimdir? Hidayətçi kimdir? Bu mənə aid deyilmi? Allah buyurdu ki, Əli ibn Əbi Talibdir. Cəbrail xəbər gətirdi. Dedi, sən çəkindirənsən, hidayət eləyən dedi. İndi gedənlər daha yaxşı bilirlər də ki, orada İmam Hüseyin məclisi nə idi? Dünyada olanda adam qədrini bilmir, etiraf eləyək ki, qədrini bilmir. Fikirləşirsən ki, sıradan bir məclisdə, sanki məsələn yas məclisidir. Ya bu yas məclisidir. Birinci gün bir dənə söz demişdik, yadınızda qalsın. Yeni də təkrarlayaq. O qardaşlara da bir nəfər dil bilən desə ki, icazə verin, əla olur. Dediği ki, ariflər deyirlər İmam Hüseyin ağanın məclisləri həm insan düzəldəndir, həm günah yandıran. Həm adamı inkişaf elətdirir, insanı düzəldir. İnsan bu 10 günün içində o qədər dəyişə bilər ki, bəzən mümkündür bu 10 gün olmasaydı, 1000 ilə o qədər dəyişə bilməzdi. O qədər inkişaf eləyə bilər ki, 100 illərdə, 1000 illərdə bu olmaz. Belə mübaliğə falan da deyil ha, yəni özümüzdən nəsə demirik ki, belə günümüz, gecəmiz yoxdur bəyəm. Allah demir, Leylatul qədri xeyrun min əlfi şəhr. Qədir günü, Qədir gecəsi 1000 aydan üstündür ki, təxmini 82 il eləyir. 10 dənə Qədir gecəsi görsən, elə bilsən 820 il ibadət eləmişsən. Bu 10 günlük var, bu 10 günlük olmasaydı Qədir gecəsi də olmazdı. İmam Hüseyin Aleyhisselam eğer kurban olmasaydı, İmam Hüseyin'in kıyamı olmasaydı, İmam Hüseyin'in bu Kerbalası olmasaydı, Aşurası olmasaydı, zaten birisi de bu plan neyin üstündeydi? İslam planını aradan aparmak. İslam dininin planlarını aradan aparmak. İslam dinini məhv ve buna da ellerinden gelen addımları attılar. Ta oradan ki Hazreti Peygamberin ailesini tikə-tikə doğradılar. Özü de tabii ki bugün de özürdü da, geçen gecelerde de işare eləmişdik de ona azı. Yadınıza gəlir inşallah ki. Demirlər ki, bunlar hak değiller diye öldürdük. Dediler, dindən çıxırlar diye öldürürük. Necə ki bugün her kimin başına ne müsibət gəlirsə, her kim zülmə məruz kalırsa, ona bir böhtan atılır, sonra zülmə məruz kalır. Elə deyil. Bir böhtan atılır ona, sonra zülmə məruz kalır. Niye? Çünkü o böhtan olmasa, o böhtan atanların adına pis çıxmış olar. Deyirlər ki, buna baxaya, günahsız adamı incidirlər, ya, günahsız adama zülm edirlər. Aleykümselam. Ona göre birinci onu dindən çıxmış elədilər, sonra da tükə-tükə doğradılar. Kimi? Allahın yeryüzündə hüccətin və imamı. Bunlar təbii bir şeylərdir. Allah keçən müminlərimizi rəhmət eləsin. Allah bizə nə qədər ömür verirsə bu məclislərdə iştirak edib, məclislərin qədrini bilməyi bizə ruzi eləsin. Ki bu günlərdə necə Qədir gecəsi 80 ilə bərabərdir, biz də heç olmasa bir 80 ilimizi burada düzəldik. Bu 10 gündə elə şeylər var ki, and ol Allah'a biz bilmirik. Ama o adamların dilindən eşitmişik ki, onların sözündə yəqin var. Yani istesek giderik. Allah ruhunu şad etsin. Mesela şimdi o yəqinin başçısının sözünü okuyacağım ama Peygamberin hədisini okuyacağım. Mesela Allame Təbatəbayda bunun sözünə heç kimin şübhəsi yoxdur ki. Hamı bunu qəbul edirdi Allame Təbatəbayda. Elə bir həyat yaşayıb ki, bizim ustad var. Allah ömrünə bərəkət versin. Ayətullah Müctehidi Təbrizi Rizvanullah aleyh. Allah korusun. Deyirdi ki, bunlar taliye til ve məsumdular. Taliye til ve məsum, yani məsum ayağını hardan götürübsə, bunlar ayaqlarını koyublar ora. Allame Təbatəbayi bu kişilərdən deyir də, buna heç kimin sözü yoxdur ki. Deyir də, buna söz deyənin özündə problem var da. Olur da bəzən belə adamlar. Mesela ben üstü örtülü bir şey diyeyim, burada bütün şahitler var.
Bəzən olurdu ki, məsələn, görürsən, cəmaat namazında bəzi qardaşlar paxıllıq, cığallıq salırlar da, belə deyək də, qədim zamanlarda. Görürsən, cəmaat namazına iqtida eləmirdilər. Sonra görürdük ki, bunlar heç kimə iqtida eləmirlər. Görürdük ki, heç kimə iqtida eləmirlər. Məsələn, mən həmişə o adamlara deyirdim, indi o şahidlər ki, burada o adamları tanıyırlar, onun üçün deyirəm. Məsələn, deyirdim ki, o iqtida eləməyənlərə mənə iqtida eləməmək üçün haqq verirəm. Bəhruzə iqtida eləməmək üçün nə haqq verək? Bir qardaş vardı bizə, məzlumun bir. Deyirdim ki, belə mənə deyərsən ki, dəlidir. Qışqırır üstümüzə, bərk danışır. 50 dənə söz tapa bilərsən də mənim üçün. 50 dənə günah tapdım mənim üçün. Bu məzlum üçündür. Danışanda ağlayır bu adam. Bundan nə görürsən? Bunun gecə namazı qəzaya gedmir. Bu adam bilmir günah nədir, kişinin oğlu. Bundan nə vedirə qoşursan bəs? Onların deməli məqsədi bilsən nədir? Cığallıq salmaq. Onun məqsədi fərq deyil. Onun məqsədi cığallıq salmaqdır, pərakəndəlik salmaqdır. İndi Əllamə Təbatəbavi kişilərdəndir ki, birdən ona kimsə nəsə söz desə, özünü pis eləyədir da, ona söz yapışmaz ki. Elə deyil. Əllamə deyir ki, imamların hamısı hidayət gəmisidir. Amma İmam Hüseyin əleyhissalamın gəmisi hamısından sürətlidir. Xüsusilə bu 10 gündə. Hamısı səni məqsədə çatdırır. Amma İmam Hüseyin əleyhissalamın gəmisi daha tez çatdırır. Daha tez çatdırır. Bu keçən 5 gündə o ayələr ki oxuduq Qur'an-ı Kərimdən ki, niyə bu məclisləri keçirdirik? Hatırlayırsınız da inşallah. Qoy bir dənə də yadınıza salın, olmayan əzizlər üçün. 4 dənə ayə oxuduq bu 5 gündə. Birinci ayə, Hud surəsi 120-ci ayə. Allah buyurur ki, Peyğəmbər, biz sənə Peyğəmbərlərin tarixini danışırıq, qəlbin rahatlaşsın, haqq üzə çıxsın, ibrət götürəsiz və xatırlatma olsun su üçün. Birinci dəlilin içində 4 dənə əsas sayır. İkinci ayə ibarət idi bundan. Həc surəsi 32-ci ayə. Və mən yuəzzim şəairəllah fəinnəhə min təqvəl qulub. Allah buyurdu ki, kim Allahın nişanələrinə hörmətlə yanaşsa və onları təzim eləsə, onların qabağında təzim göstərsə, onları böyük sansa, bu onun qəlbinin təqvasından xəbər verir. Dedi ki, da İmam Hüseyin Əsəlamdan böyük nişanə yoxdur ki, dağ, daş, heyvanat şəairəllah ola bilir. İmam Hüseyin şəairəllah ola bilmir. Üçüncü ayə Şura surəsi 23-cü ayə. Qul ma əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Peyğəmbər, deyinə mən sizdən risalətimin, Peyğəmbərliyimin, sizə çəkdiyim zəhmətlərin müqabilində heç nə istəmirəm. Ailəmə və əhl-i beytimə məhəbbətdən başqa. İmam Hüseyin Əsəlamdan o tərəfə ailə yoxdur ki, Peyğəmbərin qucağında böyümüş şadda. Allah Ustad Acəlmə atasına rəhmət eləsin, valideyninə rəhmət eləsin. Dedi, əgər birdən sizdən soruşsalar ki, niyə İmam Hüseyni yaz saxlayırsınız? Deyərsiniz ki, qardaş, bu bir dənə şəxsiyyətdir, fərz eləyin imam deyil, heç imam deyil. Hələ bilmirəm, amma sözü ustad deyil, yoxsa yox, üzr istəyirəm, əgər o demədiyi söz deyirəmsə, mən əlavə edirəm. Fərz eləyin imam deyil. Amma bunu ki, inkar edən yoxdur. İmam Hüseyin Əsəlam Peyğəmbərin qucağında böyüyüb. Peyğəmbərin boynunda gəzib. Peyğəmbərin kürəyində gəzib. Deyir, Peyğəmbər əllərin qoyur yerə, dizlərin qoyur yerə. Bizdə ona deyərlər, dördəmə dayanırdı. Həzrət Rəsulullah. İmam Həsən və İmam Hüseyni mindirirdi belinə. Başlayırdı evi içində belə əllərinin və dizlərinin üstündə yeriməyə. Deyir, çönürdü, arada bir söz deyirdi onlara. Deyirdi ki, balalarım, fəxr edin, yer üzündə indi sizin miniyinizdən yaxşı minik yoxdur. İmam Həsən və İmam Hüseynindən başqa kim üçün deyib Həzrət Peyğəmbər bunu?
Peyğəmbərin boynunda gezib, kürəyində gezib. Peyğəmbər əllərin yeri qoyub onun kürəyində gəzdirib. Peyğəmbər onun üzündən öpüb, alnından öpüb, başından öpüb, boğazından öpüb, sinəsindən öpüb, əllərindən öpüb, çiyinlərindən öpüb. Hə? Bunlar ki, inkar olunan məsələ. İmam deyil, söhbət bir də Peyğəmbərin nəvəsindən gedir. Yəni kimsə söz deyəndə niyə kişi buna məhəbbət göstərsə, bu şeyləri saydı. Yəni bu Peyğəmbər bu uşağa qarşı, bu şəxsiyyətə qarşı bunları eləyib. Hə, eləyib. Mən də buna görə bunu sevirəm. Bəs sənin sevdiklərinə neyini Peyğəmbər? Bir dənə sevdiyini göstər ki, öpməyini istəmirəm. Peyğəmbər bir dəfə onun üzünə tüfürmüş olsun. Yəni, xilaf əhlinə deyirəm bu sözü. Onlar ki, İmam Hüseynə protiv çıxırlar. Öpməyi demirəm ha, belində gezdirməyi demirəm ha, boğazından öpməyi demirəm ha, boynundan öpməyi demirəm ha, ayağına durmağını demirəm ha. Onlar ki, onlara ağa deyirsiniz, özünüzə böyük bilirsiniz, o böyüklərdən bir dənəsini göstər ki, Peyğəmbər onun üzünə tüfürmüş olsun. Eybi yox, Peyğəmbərin tüfürcəyinə də qurban olum, onu təbərrükən qəbul edərik. Amma yoxdur axı. Bu uşağın əlindən, ayağından öpür Peyğəmbər, buna əzizləyirik, deyirsiniz, niyə əzizləyirsiniz? Ayəyə, hədisə ehtiyac yoxdur ki, məntiqdir, göz qabağında da dəyər də Peyğəmbərin öpdüyü bir adam üçün, adam hörmətlə yanaşsın. Şəhidlərə baxın, İmam Sadiq əleyhissalam kimdir? Bəlkə də bir yersiz sual olardı da, məlum da, Allahın yeryüzündə hüccəti və imamı, 6-cı imam. Kimin oğludur bu? İmam Baqir əleyhissalamın, hə? Gəlib yanıb Kərbəlada 72 şəhidin qabağında ziyarətnaməni İmam Sadiq əleyhissalam öyrədir bizə. Deyir ki, Əssəlamu aleykum bi əbi əntum və ummi. Atam anam sizə qurban olsun. Allahu Ekber. Bu 72 şəhid ki, İmam Hüseyin'dən şəhid olurlar. Bunlar kimdir ki, məsum deyir, canım da sizə qurban olsun, atam anam da sizə qurban olsun. Bu kimdir? Onların içində məsum yox idi. İmam Hüseyin'dən başqa məsum yox idi ki, Kərbəlada. Bir də İmam Səccad əleyhissalam idi da, bir də İmam Baqir əleyhissalam. İmamlarla işimiz yoxdur, söhbət o şühədadan gedir ki, onların içində, o 72'nin içində nə İmam Səccad var, nə İmam Baqir var. Hə? Bunlar məsum deyir ki, necə məsum buna deyir ki, atam anam sənə qurban, canım sənə qurban, ay Zuheyr, ay Hür. Niyə İmam Hüseynə canlarını verirlər? İmam Hüseyin, o sahabənin hamısı ulduzdur. Sahabənin hamısı ulduzdur. Yaxşı, İmam Hüseynin bir dənə hədisini deyək. İmam Hüseyin özü səhabiyə diyorsa yox. Sahabiydir. Peyğəmbər dərk eləmiş diyorsa yox. Peyğəmbərdən hədislər nəql edir diyorsa yox. Şimdi sahabənin hamısını ulduz saymırsınız qardaş. İmam Hüseyin də ulduzların biri. Bu kişinin sözün qəbul edildi. Yox, de söz yox. Zordur. Onda elə daha sözün elə o ulduz dediklərinizin də çox nələhət. Amin. Qardaş, İmam Hüseyin İslam öz sahabədir. Peyğəmbərdən hədis nəql edir. İmam Hüseyin İslam buyurur ki, mənim səhabəm, Kərbəlada mənə olanlar, Cəddim Rəsulullahın və atam Əlinin səhabələrindən fəzilətlidirlər. Yəni, Səlmanlar, Əbu Zərlər bunlara çatmadılar. Kişi, bilirsən bu nə demək? Bilirsiniz bunu demək? Mən ki, bilmirəm. Səlmanın barəsində hədis var, deyir ki, İsmətin 10 dənə, məsumluğun 10 dənə mərhələsi, mərtəbəsi var, 9'un keçmişdi. Səlman. Bir köynək qalmışdı, məsumlara çatır. Əbu Zər o cür, Miqdad o cür, Bilal o cür, Peyğəmbərin sahabələrini saydı. Hə? İmam Hüseyin ağa buyurur ki, mənim səhabələrim, Cəddim Rəsulullahın da, atam Əlinin də səhabələrindən fəzilətlidir. Əgər sən deyirsənsə səhabələr hamısı ulduzlar, İmam Hüseynin bu sözünü qəbul eləməlisən də. Əgər İmam Hüseynin bu sözünü qəbul edirsənsə, onda Kərbəla şəhidlərinə hörmət eləməlisən də. Bəs niyə eləmirsən? Deməli sən yalancısan, nağıl danışırsan, özdə qırmızı yalancısan sən. Deyirsən səhabə hamısı ulduzdur. Səhabə hamısı ulduzdur. Əbu Zər səhabə deyil. Əbu Zərdən ulduzu yoxdur ki, öz aramızda əl-həqqü vəl insaf da, ay əzizlər, ay müminlər. Sözə and verirəm Allaha. Yəni, doğrudan o bəyər dedim, indi Əllamə Təbatəbai, Əllamə bir dənə alimdir də, dinin bir dənə böyük fəqihidir, böyük arifidir. Əbu Zər hara məsələn, bunlar harada, hə? Əbu Zər məqamı haradaydı qardaşlar? Demir.
Demirsən səhabə hamısı ulduzdur. Qardaş, bu ulduzdan belə Əbu Zər deyil. Yaxşı, Əbu Zər düşdü, salam aleyküm. Mədinənin qapılarına, Qədirxum hadisəsindən sonraki Həzrət Əli Aleyhisselamın zülmü oldu. Düşdü Mədinədə qapı, deyir, qapıları döyüldü. Deyirdi, mən Peyğəmbər əvvəldə özün tanıtdırırdı, təsdiq edirdi. Bir üstə Həzrət Peyğəmbər Əbu Zərin barəsində deyir ki, yer üzə Əbu Zər kimi düz danışan görməyib. Təsəvvür edirsiniz, bunun düz danışmağının şahidi və zamini Rəsulullahın özüdür. Düşüb qapılara bu hədisi deyir ki, Peyğəmbərin mənim barəmdə dediyi bu sözü eşitmisiniz? Kimsə yox deyə bilməzdi ki, deyirlər ki, eşitmişik. Deyirdi, yəni mən yalan danışmaram ki. Deyirlər ki, yox, sən yalan danışmarsan Əbu Zər. Deyirdi ki, mən Peyğəmbərdən eşitdim, buyurdu ki, kim Əli ibn Əbi Talibin imamətini inkar eləsə, getsin valideyni ilə maraqlansın, onun valideynində problem var. Peyğəmbərin hədisidir, nəql eləyən də Peyğəmbərin düz danışmaqlığına şahid və zamin durduğu kişidir. Demirsən səhabə ulduzdur, Əbu Zər məzlum da səhabətdə, nə olsun kasım idi? Bunu da sözün qəbul edeyim də, nə olsun vəzifəyə gələ bilmədi? Vəzifəyə gələn səhabələr də onu sürgün elədilər sonra. Bu səhabə idi də, demirsən ulduz, bu da ulduz idi. Bundan özü ulduz yoxdur ki. Ulduzun yekəsi idi. Hə? Ulduzlar da cürbəcürdür indi. Balaca ulduz da var, iri ulduzlar var. Bu o ən axırıncı idi. Nədir o? Sirius. Yəni generaldan da o tərəf. Ki, deyirlər, bir neçə nəfər də olur da dünyada. Ki, biri Stalin olur, hə? Gör. Bu ulduzun yeşəsidir, bu zər. Qəbul edəyək də, məsələn, eləmirik. Deməli, burada inatçarlıq var. Biz yalan danışırıq. Bunlar sözdür sadəcə. Bilməyənləri aldatmaq üçün. Çox gedməyik o tərəfə. Sözümüz bu idi ki, vallahi məclislərin qədrini bilmək lazım. Və həqiqətən kimə məlumdur ki, 5 dəqiqədən sonra bu məclisdə olacaq, olmayacaq. İndi burada istənilən birimizin ruhunu Allah bədənimizdən alsa, bizi burada saxlayacaqsınız, yox, sürüyüb saxlayacaqsınız da bayram. Aparaq yerbəyer eləyək. Elə deyil, kimsə qalmayacaq ki, o məclisdə. Vallahi bilmirik 5 dəqiqədən sonra bu məclisdə olacaq, olmayacaq. Amma elə bir məclis ki, mələklər burada olmağın həsrətini çəkirlər. Sözümüz buydu. O 3-cü ayədə Allah deyir ki, Peyğəmbərin ailəsini hörmət edir. Bundan o tərəfə ailə yox ki, ailəsi. Peyğəmbərin qucağında böyüyən uşaqdır. Bu da 3-cü ayə. 4-cü ayə nə idi? İnşallah yadınızdadır. O birinci idi. O birinci idi. Yadınızda, mənim də yadımda öyle, istəyirəm siz mənim yadıma salın. Salavat zikr elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Düşmədi yadınıza. 4-cüdə Nisa surəsi 148-ci ayı. Allah deyirdi ki, bərkdən danışmayın. La yuhibbullahul cəhra bil qavli bis-su. Allah səsinizi ucaltmağı xoşlamır, sevmir. İlla mən zulim. Amma məzlum üçün səsinizi ucaltmağı xoşlayır. Harada haqsızlıq gördünüz, orada səsinizi çıxartmasınız, Allah xoşlamaz sizi. Məzlumun haqqını müdafiə eləmək üçün, məzlumun haqqının müdafiəsinə qalxmaq üçün, məzlumun zülmün dünyaya çatdırmaq üçün Allah deyir, səsini çıxart. Adi hallarda deyir, səsini çıxartma. Danışanda da yavaş danış, namaz qılanda da yavaş qıl. Hərəmdə də yavaş ziyarət elə, dua oxuyanda da normal. Amma deyir, birdən gördüyün birinə haqsızlıq olur, səsini çıxart. Səsini çıxartmasan orada Allah sənə nifrət edəcək. İmam Hüseyndən də böyük məzlumiyyət yoxdur ki. Bu ayələri oxuduq. Dedi ki, bəs bu tarixi oxuyuruq. Niyə? İbrət götürmək üçün. Çünki Allah da Peyğəmbərə tarixini danışır, bu saydığımız səbəblər üçün. Bəs biz hər il məclisləri keçirdirik, bu saydığımız səbəblər üçün. Yaxşı, indi buna işarə edeyik. Mövzumuz budur. Bu İmam Hüseyin əleyhissalam kimdir ki, onun tarixini təkrarlamağa dəyər? Birincimiz bunu dedi ki, tarixi təkrarlamaq Allahın bizdən istəyidir və Allahın öz sünnəsidir, ilahi sünnədir bu. Allahın öz üsuludur bu. Allah deyir ki, tarixi təkrarlamaq lazımdır. Yaxşı, burasını dedik. İndi tezdən biri sual verər ki, ya tarixi təkrarlamaq lazımdır, Peyğəmbərlərin tarixindən gedir də söhbət.
Hazreti İmam Hüseyin Aleyhisselam tarixini niyə təkrarlıyorsunuz? İmam Hüseyin kimdir ki, onun tarixini təkrarlamalıyıq və hər il ona məclis keçirməliyik? Buna inşallah bir dənə hədis oxuyaq və vaxtımız olan qədər Allahın lütfü ilə Allah İmam Hüseyin ağaya xatir tövfiq versin. Bu növbəti günlərimizdə bu hədisi siz əzizlərə oxuyaq və tövfiq tapaq. Xanım Zeynəb salamlar aleyhanın hörmətinə. Hədis İmam Hüseyin ağanın özündəndir. İmam Hüseyin aleyhissalam buyurur ki, mən 5 yaşlı uşaq idim. Bir gün geldim babamın evinə, ben Hazreti Resulullah'ın evinə. Geldim babam bilir. Zaten da öyle orada olurdular, gedirdiler, gelirdiler. Getdikləri elə deyil, evdi də. Babalarının yanına gedirdiler, gelirdiler. Bir geldim bir babamın evinə, daxil oldum evə, gördüm ki, Cəddim Resulullah sallallahu aleyhi ve sellem əyləşib, səhabədən də bir nəfər yanında. Kim idi bu səhabə? Ubeyy ibn Kə'b adında bir kişi. Çoxlu hədislər də var. Ubeyy ibn Kə'bdən çoxlu hədislər də var ki, Peyğəmbərdən hədislər nəql edir. Peyğəmbərin səhabələrindən biriydi. Bir gəldim, gördüm ki, Peyğəmbər əyləşib, Ubeyy ibn Kə'b də əyləşib Peyğəmbərin huzurunda. Peyğəmbər deyib, məni gördü, dedi, Əssalamu aleykə ya Əba Abdillah. Bilirsiniz, Ərəblər ad məsələsində bizdən biraz fərqlidirlər. İndi burada bizim ərəb qardaşlarımız var, amma zaten bizi başa düşünürlər də. Onlarda bir ad var, bir ləqəb var, bir də künyə var. Ad, uşaq doğulanda ona qoyulan addır. Məsələn, Əli, Həzrət Əli Aleyhisselam'a o adı qoydular dünyaya gələndə. Ləqəb, onun xüsusiyyətləri ilə ona verilən addır. Ləqəb, onun xüsusiyyətləri ilə ona verilən addır. Məsələn, Murtəza. Yəni, o şəxs ki, o Allah'tan razıdır, Allah da ondan. Bir de var künye. Künye, övladın adı ilə kişiyə verilən addır. Yəni, Həzrət Əli Aleyhisselamın övladı dünyaya gələnəcən bir adı ola bilər, bir ləqəbi. Künye Hasan olacaq, övlad dünyaya gələndən sonra. Elə ki, Həzrət Əli Aleyhisselamın böyük övladı dünyaya gəldi ki, İmam Həsən Aleyhisselamdır. Həzrət Əli Aleyhisselamın və bugün hədislərdə, dualarda künyəsi nə oldu? Əbəl Həsən. Dua-i təvəssüldə də oxuyuruz. Ya Əbəl Həsən, ya Əmirəl Müminin, ya Ali ibn Əbi Talib. Künyəsi oldu böyük oğlunun adıyla. Əbəl Həsən, yəni Həzrət Əli. Yani övlad olandan sonra övladın adıyla verilen ad, belə deyil də bizim doğru dildə. İmam Hüseyin Aleyhisselamın 5 yaşı var, özü danışır. Deyir, gəldim Peyğəmbər Cəddim Resulullah'ın huzuruna, məni görən kimi dedi, Əssalamu aleykə ya Əba Abdillah. Ubeyy ibn Kə'b deyir, mənə çox maraqlı gəldi. Ərəbdir də Ubeyy ibn Kə'b. Deyir, ya Resulullah, 5 yaşlı uşağa sen künye niye verdin? Ya bunun Abdullah adında oğlu var. Əba Abdullah, yani Abdullah'ın atası. Deyir, mən qəribə gəldim öyle. 5 yaşlı uşağa künye ilə niye müraciət edin? Balam diyedin, oğlum diyedin. Ya bu ne ya? Selamun aleyküm. Oğlum salam olsun sana. Zaten de Peygamber deyib də, bu sözləri də deyib də. Və biz bugün İmam Hüseyin'e necə deyirik? Ya binə Resulillah, ay Peygamberin oğlu. Deyir, mən etiraz elədim ki, buna künye niye verdin sen? Bunun ki övladı yoktu. Ama İmam Hüseyin Aleyhisselam, sen deme uşaqlıqdan Əba Abdullah'dır. Sonra gəlib Abdullah adında övladları da olub ha. Ki o Abdullahlardan biri elə Həzrət Əli İmam Hüseyin Aleyhisselamın o 6 aylıq körpəsi Əli Əsqər ağa deyir ki, Abdullah'dır. Ama onda ki Peygamber buna salam verirdi, övladı ki yok idi. Özü 5 yaşlı körpədir. Deyir, bəs İmam Hüseyin niyə Əba Abdullah'dır? Deyir, Abdullah sözünün mənası nədir? Allah'ın bəndəsi. Deyir, Peyğəmbər buna işarə edirdi.
Kim Allah'a bəndə olsa Hüseyin ona atadır. Kim Allah'a bəndə olsa mənim bu balamın övladı sayılacaq. Allah bəndələrinin, yəni böyüyü. Ata ne deməkdir? Yəni böyük də. Fiziki atadan gelmir ki söhbət. Deyir dedi, Esselamu aleyke ya Eba Abdullah. Kim Allah'a bəndəsini yerəsə sən onun böyücüsən oğlum. Ondan sonra deyir dedi, Esselamu aleyke ya Zeynəs semavati vel arz. Peyğəmbər İmam Hüseynə salam verir. 5 yaşlı uşaqdır. Deyir, salam olsun sənə. Ey yerlərin və göylərin bəzəyi və zinəti. Übey ibn Kâb deyir, etiraz elədim. Dedim, ya Resulallah, yerlərin, göylərin zinəti sən deyilsən be ya. Uşağa niyə müdür deyirsən? Sən də yerlərin, göylərin zinəti. Allah sənin barında dedi, Lövlak və ma xalaqtul əflak. Peyğəmbər sən olmasaydın, mən heç nə yaratmazdım. Uşağa niyə deyirsən, Zeynəs səmavatı vəl ərz. Yerlərin, göylərin zinəti. Deyir, İmam Hüseyin ağa deyir, bu sualı ki yenə də verdi babama. Babam çöndü Übeyyə dedi ki, ya Übey, vəllezî bə'asəni bil haqqi nəbiyyə, innel Hüseynə fis-semâi ekberu minhu fil arz. Übey, sən bunun yaşına, boyuna baxırsan ki, indi 5 yaşlı bir uşaqdır. And ola məni peyğəmbərliyə seçən Allaha, peyğəmbər Allaha and edir. Deyir, and ola məni peyğəmbərliyə seçən Allaha ki, İmam Hüseyin əleyhissalamın məqamı göy əhlinin arasında yer əhlindəkindən daha böyükdür. Göy əhlinin arasında çox tanınır, nəinki yer əhlinin arasında. Göydə bunu daha çox sevirlər, nəinki yerdə. Ya Resulallah, bunu neye əsasən deyirsən? Übey yenə də sual verir Peyğəmbərə. Hədisində nəql eləyən İmam Hüseyin ağan özüdür. Deyib cəhdim, Übeyyə belə cavab verdi. Dedi Übey, onda ki mən getmişdim Meyraca, ya Übey, rəaytu məktubun alə yəminil ərş. Mən gördüm ərşin sağ tərəfinə belə yazılır. İnnel Hüseynə misbahu huda ve sefinetun neca ve imamul khayr ve yumnun ve izzun ve fakhrun ve ilmun ve zuhrun. Peygamber deyir, mən gördüm ki, ərşin sağ tərəfində oğlum Hüseynin 8 dənə sifətin yazılır. Ki İmam Hüseyin bu sifətlere malikdir. Ərşin sağ tərəfində. Ərşdə yazılır. İndi o ərş nədə hələ bir başqa məsələ. Onun işimiz yoxdur. O ərşin sağ tərəfi necə bir yerdir. Vallahu ələm. Peyğəmbər deyir amma məktubun alə yəminil ərş. O ərşin sağ tərəfinə yazılmışdı. Nə yazılmışdı? Deyir, mən gördüm. Oğlum Hüseynin 8 xüsusiyyətin yazılar var. Ərş aləmi. Birinci bu idi. İnnel Hüseynə misbahu huda. Hüseyin hidayət çırağıdır. Birinci bu idi. Özü birincidir ya bu. Təsəvvür edirsiniz. Yani kim düz yola yönelmek istəyirsə, gərək İmam Hüseyin əleyhissalamın yolu ilə getsin. Bundan başka olan yollar batil yollardır və səhvə aparacaq səni. Uçuruma gedəcəksən. İstəyirsən düz yola gedəsən, bunun yolu budur ki, sən İmam Hüseyin əleyhissalamın yolu ilə gedəsən. Allah buyurur ki, Hüseyin hidayətin çırağıdır. Yani sən düz mənzil və məqsədə çatmaq istəyirsənsə, hemen o mayak, o yanan işir İmam Hüseyin Aleyhisselam. Onu tərəfə getsən, necə tapacaqsın? Hidayetin çırağıdır. Bilsən hansı hidayetin? Qoy bunu dediyimdə. Hər gün namazda deyirik, İhdinəs sıratal mustaqim. Allah bizi düz yola hidayət elə.
Hansı düz yola? Namaz dururuz da. Hansı düz yola? Deyir, sıratəl-ləzīnə ən'amtə aleyhim. O düz yola ki, onlara hidayət vermişsən, nemət vermişsən. Sıratəl-ləzīnə ən'amtə aleyhim. O düz yol ki, onlara nemət vermişsən. Qayril məğlub aleyhim vələd-dallin. Qəzəb edib zəlalətə düşmüş insanların yoluna yox. Onlara ki, qəzəb eləmişsən, onların yoluna yox ha. Onlar ki, yollarını azırlar, onların yoluna yox ha. Sıratəl-ləzīnə ən'amtə aleyhim. Nemət verdiklərin yoluna. Nemət verdiklərin kimdir? Quran deyir. Nemət verdiklərin peyğəmbərlər, siddiqlər, salihlər və şəhidlərdir. Deməli, biz namazda nə istəyirik Allah'tan? Ehdinə sıratəl-müstəqim ki, o biri ayənin içində ki, biri şühədadır, şəhidlərdir və bu şəhidlərin ağası İmam Hüseyin əleyhissalamdır. Allah'tan İmam Hüseyin ağanın yoluna gəlmək istəyirik. Niyə? Çünki Allah deyir ki, düz yol budur. Peyğəmbər deyir, mən gördüm, ərşdə yazılıb ki, İnnəl Hüseynə misbahu huda. Hüseyin hidayət çırağıdır. Kim istəyirsə düz yola yönəlsin, gərək bu kişinin dalıyıcını olsun. Kim istəyirsə düz yolda olsun, gərək bunun yolunda olsun. Kim istəyirsə nicat tapsın, gərək bunun yolunda olsun. Deyir, birinci bu yazılmışdır. Hüseyin hidayət çırağıdır. Mən ona görə deyirəm ki, bu yerlərin və göylərin bəzəyidir. Yəni, səbəbsiz demirəm, Allah mənə belə göstərir bu uşağı. Səbəbsiz demirəm. Birinci səbəb bu idi. Hüseyin hidayət çırağıdır. Və gəlin bugün bir dənə müqayisə edeyim və analiz edeyim. İmam Hüseyin əleyhissalamdan başqalarının tutduğu mövqe və yollara baxaq. Əgər orada İmam Hüseyin əleyhissalam yoxsa düzlüyü yox. Bu da dava olası, tartışılası məsələ deyil ki, belə kimsə istəsə tartışarıq deyil. Amma məsələ budur ki, yəni İmam Hüseyin əleyhissalamda bir nəfər bir səhv göstərsin, İmam Hüseyin əleyhissalamdan başqa olduğu bir yerdə də düzlüyü göstərsin. Nümunəsini deyim sizə, eyb yoxdur. Hədisin növbəti hissələri qalsa qalıb da deyərəm, sonra da gəlməsiniz, YouTube'da baxarsınız. Baxın, dünyada bugün baş verən zülümlər hamının gözünün qabağındadır, yoxsa yox. Son 2 ildə Qəzzədə dünən oxuduğum bir məlumat, hətta mən qardaşlarım birindən paylaşdım, dedi ki, heç o düz məlumat deyil. Yəni az deyirlər mənasında, ki daha çoxdur. Şəhidlərin sayı 73 mini keçib, yaralıların sayı 173 mini keçib. Hə? Da Fələstinin şəhidlərinin sayı bəlli deyil. Bir dənə Qəzzə zolağının şəhidlərini dedim, amma bütün Fələstinin yox. 48'den buraya hesablayın. 78 ildə olan şəhidlərin sayı da öz statistikalarda bəlkə itirir. Allah'tan başqa heç kim bilmir. Elədir? Neçə nəsillərində hamısı şəhadətlə gəldi, getdi, gəldi, getdi. Düz? Fələstində olan bu şəhidlərin sayı. Bunlar hamısı neyin nəticəsidir bu şəhidlər? Zülmün nəticəsi yoxsa yox? Məlum. Üstə gəl bu son illərdə, yəni son il deyəndə də fərqi yoxdur, 2 il ya 5 il öncə, fərq eləmir. Bu son illərdə İraqda olan şəhidlər, Əfqanistanda olan şəhidlər, Suriyada olan şəhidlər, Yəməndə olan şəhidlər, İranda olan şəhidlər və son bu 40 gün müharibədə, Ramazan müharibəsində İrandakı şəhidlər. Gəlin hamısını üst-üstə. Gəlin hamısını üst-üstə bunların. Söhbət indikindən gedir ha. Biraz da dala qaydaq. Gələk Azərbaycan şəhidlərin sayıların bunların üstünə. Nə qədərdir? Bilən var? 92-ci ildə nə qədər şəhidimiz olur? Dəqiq məlumat yoxdur. Müxtəlif rəqəmlər deyirlər. Çoxdur. Bir dənə Ağdam rayonunda 6000'dən çox şəhid olur. Tək Ağdam rayonunda 6000'dən çox şəhid olur.
Bir nəfər mənə danışırdı da, o tərəfin adını çəkmirəm, yaşlı bir ağsaqqal adamdır. Deyirdi ki, biz Tərtər rayonunda şəhidləri yerbeyin edirdik. Gətirirdilər o vaxt, indiki bəzi mümkündür, məni eşidənlər ya məclisdə də olan gənc balalar bilməzlər, zil maşını nədir, böyük qardaşlarım bilirlər. Deyir, gətirirdilər şəhidlərin cənazəsini zillə, qaldırırlar, kuzan, boşaldırlar, gedirdilər. Bəli. Şəhidlərin sayı yoxdur ki, həm çoxdur da, həddən artıq, tam statistika yoxdur. 10 mindən çoxdur, çoxdur. Bir dənə Ağdam rayonu 6 mindən çox şəhid var. Hə? 44 günlük müharibədə 3 mindən çox şəhid verir. 3000'i keçdi də. Şahidlər var, o məntəqələrin şahidləri var. Hə? Bütün bunlara, bütün bu zülümlərə, bu günləri, dünyada baş verən zülümlərə, Qəzzədəki o hadisələr baş verdi son zamanlarda. Hüseynçilərdən başqa kimsə reaksiya verdi. Mənim elə sözüm müsəlmanlara deyər, bu da onları öldürən işim yox ki, da bu onları qətilə yetirən, Siyonist zaten bunları qətilə yetirir. O qatilinə demirəm ki, niyə reaksiya vermədin ki, bunlar niyə ölür? Amerika'ya demirəm ki, niyə reaksiya verir. Zaten Trump'ın göstərişi ilə və maliyyəsi ilə edir Siyonistlər də bunu. Bundan işim yox diye. Ay milyardarımı keçən müsəlmanlar. Başqa vaxt deyilir şiəlik belə, şiəlik. Müşrikədən elədiniz şiələri. Hardaydı kişiliyimiz, mənliyimiz, səsimiz çıxmırdı. Hardaydı şərəfsiz səsimiz çıxmırdı müsəlmanın balasını öldürəndə. Orada ölənlər ki, o körpələr ki, şiə balaları böyləyidilər, əhl-i sünnə balalarıydılar. Niyə reaksiya vermirdiniz? Sonra deyirsiniz ki, şiələr müşrikdirlər. Qurban olun belə müşrikliyə ki, zülmün qabağında dayanacaq. 100 minədən insanı öldürüblər. Özdə sənin məzhəbindən olan, əhl-i sünnəyə mənsub olan məzhəbə aid olan insanları öldürüblər. Sən gizlənmisən, arvad kimi, namərd kimi hələ şiələrə dil uzatırsan. Niyə? Çünki sən Yahudinin tulasısan. Sən şərəfin yoxdur, sən kişiliğin yoxdur. Olsaydı bir dənə reaksiya verərdin. İmam Hüseyin'in yolu bize bunu öyrədi. Məzhəbindən olmasa da məzlumun tərəfində o. Və biz bunu sübut elədik ki, məzlumun yanındayıq. Başqa kim sübut elədi? Bir nəfər dünyada şiədən başqa dursun, desin, mən məzluma kömək eləmişəm. Tanıyırsınız belə bir adam, bir məlumatınız var əziz qardaşlar. Əksinə, onların dairəsində, çevrəsində olan bütün Müslüman ölkələri onların qətlə getirilməsində İsrailə, Amerikaya kömək edilər. Sonra da öz mənliklərin, namusların, şərəflərin onları qətlə getirənlərin qabağında oynatdılar. Yaxşı, indi Hüseyin yolu yaxşıdır, ya Hüseyinə dil uzadanların yolu yaxşıdır. Peygamber deyir, Allah deyir bu hidayet sırağıdır. Ben buna göre bunun yanındayım. Niye? Belki de bu hadiseler olmasaydı, ben bunu söz gelişi değil ama ki bu bazıları ayrılsın, başa düşsün. Belki de bu hadiseler olmasaydı, ben bunu tam başa düşmezdim ne demeydi. Ama hadiseler gösterdi ki, hakikaten de İmam Hüseyin hidayet sırağıdır. Bunun yanında olanlar hakikaten düz yoldadılar. Hidayet ne demeydi? Düz yolda olmak demeydi de. Gösterdi ki bunlar hakikaten düz yoldadılar. Yerde kalanlar daha demirəm nə. Bir dənə ondan. İndi siz ne istiyorsunuz koyarsınız qabağa. Ben nöqtə qoyuram. 2 milyarda yaxın müsəlmanın səsi çıxdı. Çıxmadı ki. Axırda da neynədilər? Təbii ki belə də olmalıydı. Heyvana bənzətdilər, ədəbsizə, əxlaqsıza və əxlaqsız sözlər dedilər. Hamısı da bunu xoş qəbul elədi. Amma 90 yaşında bir dənə Şiənin fəqihin və müctehidin, yəni rəhbər müəzzəmi raketlə vurub şəhid elədilər.
Niye? Çünkü onların qabağında heç kim oynatmadı. Onların qabağında əyilmədi. Onların heç bir yerin öpmədi. Bildinizdə nə deyirəm? Ona göre onu raketlə vurdular. Ağzımı da atan kim deyirlər? İran pərəstəm. İran pərəst niye olmaz? Çünkü mən Hüseyin pərəstəm. Mən Hüseynciyəm. Bu yol İmam Hüseyin'in yoludur. Ayetullah Xamene'nin yolu diyor ki, Ayetullah Xamene'yi buna göre Ayetullah Xamene oldu ki, Rizvanullah Teala. İmam Hüseyin'in yolun gitti. Hüseyinci oldu diye böyle oldu. Ağzını da açan kimi bir tane damga vurdular ve salam oldun düşman. Oldun düşman. Hüseyinçiydi diye bu tür oldu. Yani İmam Hüseyin'den başka yol yoktu. Ve zaman bizi bugün bu hadisleri başa düşmek için her şey qabağımıza koydu. Elədir. Birdən bir nəfər, bunu sən sözü and veririm Allah'a. Herkese ya, beni bir gün görəcəyi şəxslərə də deyirəm, dosta da deyirəm, düşmənə də deyirəm. Yaxşı da, doğrudan el-haqqı vel-insaf, Hüseyinçidən başka yeryüzünde insaflı adam gördünüz. Gördünüz yoktur. Gördünüz yoktur. Demek istedim, tempimi alım ona göre insaflı dediniz. Biraz yavaş diyeyim. Doğru, Hüseyinçilerden başka kim Məzlumun yanında oldu? Hiç kim. Hiç kim. Biz bundan sonra da olmayacak. Kıyamete zəmdə olmayacak. Elə həmişə Hüseyinçilər olacaq və qələbə də Hüseyinçilərdir. Bunu da zalimler bilsinler. İmam Hüseyin Aleyhisselam 72 nəfərlə dünyanı dəyişdi. Dünyanı. Bundan sonra da belə olacaq. Bəs biz niye o dedik tarihi tekrarlamalıyız? Niye İmam Hüseyin'in tarihini tekrarlıyoruz? Birinci sebep budur. Peygamber buyurur ki, Allah buyurur ki, Hüseyin hidayet çırağıdır. Birdən deyərsiniz ki, hədisdə o hissəni oxumamaq ki, Peygamber buyurur ki, Allah buyurur ki. Peygamber buyurur ki, ərşin sağ tərəfinə bir şey yazılmıştı. Allah'ın icazəsi olmadan ərşə nəsə yazıla bilər ki? Deməli Allah yazdırır da mı? Deməli biz rahat deyə bilərik də, Peygamber buyurur ki, Allah buyurur ki, Hüseyin hidayet çırağıdır. Ve biz bugün real yaşadığımız zamanda gördük ki, həqiqətən İmam Hüseyin Aleyhisselam hidayet çırağıdır ve ondan qalanlar hamısı batildir. Rahat Allah açıldığına diyebilirik. Korkardı, namertti. Niye? Öz Müslüman kardeşlerin zalimlerin ayağı altına attılar ve onları müdafiə eləmədilər. Öz Müslüman kardeşlerinin, balaların, ailelerin, namuslarını müdafiə eləmədilər. Məlum məsələdir. İmam Hüseyin'den qırağa düşəndə xanım Zeynəbə daş atacaqsan və müdafiə eləməyəcəksən ki. Niye İmam Hüseyin'e məclis saxlayırıq? Çünki bu hidayət çırağıdır. Özdə Allah deyir ki, bu hidayət çırağıdır. Çünki biz düz yolda olmaq istəyirik. Mən demirəm ki, mən müqəddəsəm. Yox, mən istəyirəm ki, burada olum ki, müqəddəsləşim, təmizlənim. Mən günahkaram. Hər bir bəndə kimi, hər kəsin günahı var. Amma Həzrət Peyğəmbər buyurdu, kim gəlib mənim balama yas saxlasa, göz yaşı axıtsa, günahları bağışlanar. İmam Rıza Aleyhisselam buyurdu, kim İmam Hüseyin'i ağlasa, üzünə bir damcı göz yaşı düşsə, günahlarının hamısını Allah bağışlayar. Dəryalar qədər də olsa, dağlar qədər də olsa. Mən istəyirəm bağışlanım bura gəlmişəm. Niyə? Çünki mənə Peyğəmbərim Resulullah buyurub ki, bu hidayət çırağıdır. Əgər bağışlanmaq istəyirsən, düz yola düşmək istəyirsən, düz yolda olmaq istəyirsən, bunun yanında ol. İmam Hüseyin Aleyhisselam bunu bizə subut elədi. Əgər İmam Hüseyin Aleyhisselam düz olmasaydı, Kərbalaya ailəsiyle niye geldi? Bugün de bəziləri deyirlər vəzifə davası ki, hələ də 14 əsrli təsəvvürlüyün bugün də bu düşüncədə olanlar var da deyirlər ki, iki dənə ərəb, bəziləri hətta deyir əmoğlu, İmam Hüseyinlə gezdə əmoğlu deyilənlər var. Vəzifə da, bəziləri deyir kreslo davası edirlər. Vəzifə üçün gələn ailəsini niye getirir? Vəzifə üçün gələn körpəsini niye götürür? Vəzifə üçün gələn körpələrini bir qurban niye verir? İmam Hüseyin Aleyhisselamın balaları qurban oldu, qutardı. Həm Həzrət Əli Əkbər qurban oldu. Həzrət Əli Əsqər qurban oldu. Qasım qurban oldu və s. Bəni Haşimdən cəmən 18 dənə idilər. Şəhidlər. Xanım Zeynəbin 2 balası şəhid oldu. İmam Hüseynin qardaşları 6 dənəsi şəhid oldu. Həzrət Əbəlfəz qardaşları ilə bilirdi. Nə deyir İmam Hüseyin Aleyhisselam?
Deyir ki, Allah, ey kaş olaydı oğlum, ey kaş 114 oğlum olaydı, vereydim hərəsin Sure-i Qur'an əvəzində. Təsəvvür edirsiniz, hamısını verib, Allah'a o kadar eşki var ki ürək soymur. Deyir Allah, kaş Kur'an'ın surelerinin sayı kadar oğlum olaydı. Her Kur'an suresine bir oğlumu qurban vereydim. Vəzifə davasına gələn belə eləyir. Həzrəti Əli Əsqər İmam Hüseyin Aleyhisselam'ın 6 aylık körpəsi. Heç dil açmamışdı. Bilirsiniz, Həzrətin onu meydana gətirməsinin səbəbi bu idi ki, bəlkə vicdanları oyada. Səbəb bundan ibar. Yoxsa məlum qumdarda olan uşaq vuruşmağa gəlməyib ki, əlinə qılınc almayacaq ki, xəncər almayacaq ki, nizə almayacaq ki, götürüb bəlkə vicdanları oyada. Elə o tarixi cümləsində orada buyurub, ağa, İlləm tu'minu billahi və bil yevmil axir kunu əhraran fi dünyakum. Əgər Allaha və qiyamətə imanınız yoxdur, heç olmasa dünyada kişi olun. Mən 6 aylıq körpəyə sizdən su istədim, siz ox atdınız boğazına. Vəzifə üçün gələn bunu eləmir ki. Deyib, mən Əli Əsqəri gətirdim, bəlkə vicdanımız o yana, siz əksinə daşdınız, boğazına ox vurdunuz. Ağanın əllərinin içində 6 aylıq körpə nə boyda olar? Ay əzizlər. Deyir, o qan töküldü ağanın əllərinə, ovucuna. Ağa, o körpə balanın qanın atdı səmaya. Dedi, Allahümmə, təqabbəl minnə hadəl qalil. Bu balaca qurbanı da məndən qəbul edir. Buna görə İmam Hüseynin yanındayım. Əli Əsqərindən keçir ki, mən hidayət olum. Allah bizi İmam Hüseyin'den ve paç ailesinden ayrı salmasın inşallah.